Bir cümlənin sintaktik təhlilinə baxaq. Düşmənin qəfil hücumunu gözləməyən Əhməd onu tüfəngin qundağı ilə vurub kənara tulladı. Nümunəsində cümlə üzvlərinin işləmi ardıcıllığını müəyyən edin. Biz birinci xəbəri tapmalıyıq. Düşmənin qəfil hücumunu gözləməyən Əhməd nə etdi? Tulladı, onu kənara tulladı. Bu oldu xəbər. Mən altdan yazıram ki, daha səliqəli olsun. Xəbər. Kim tulladı? Əhməd, mübtəda. Hansı Əhməd? Düşmənin qəfil hücumunu gözləməyən Əhməd. Feili sifət tərkibdir və təyin olur. Sonra yazaq təyin, mübtəda və Əhməd kimi tulladı? Onu. Bu oldu tamamlıq. Sonra Əhməd onu necə, nə tərzdə kənara tulladı? Tüfəngin qundağı ilə vurub. Bu oldu zəflik. Zəflik oldu. Və Əhməd onu tüfəngin qundağı ilə vurub haraya tulladı? Kənara. Bu da oldu yer zəfliyi. Bizim cümləmizin sxemi belə olmalıdır. Təyin. Buraya yazaq. Təyin. Mübtəda. Tamamlıq. Zəflik. Zəflik və xəbər. Buna aid olan cavabımız da təyin, mübtəda, tamamlıq, zəflik, xəbər. Bu da olur D bəndi.